Hər vaxtınız xeyir olsun, abituriyentlər. Ümidvaram ki, hər biriniz yaxşısınız. Bugün mövzularımızdan sırada olan mövzu izahlarımızdan üslubiyyatdır. Üslubiyyat, biz həm o qrammatik cəhətdən bizə lazım olan bir qaydadır, həm də mətn üzrə işdə 10-cu, 11-ci siniflərə vacib olan bir qaydadır. 9-cu siniflərə mətn üzrə işdə düşmür, amma qrammatikasını bilsələr, bir o qədər də irəliyə düşərlər. Yəni baxmaqları nə fayda var, nəinki bir ziyanı. Biz burada nələrdən danışacağıq? Üslubiyyatın neçə yerə bölünməsindən, oxşar fərqli xüsusiyyətlərindən. Daha çox mən burada sizə cümlələrlə deyil də, açıq, aydın şəkildə izah etməyə çalışacağam ki, sizin beyninizdə bu çətin dövran kimi qalmasın, asan bir şəkildə açar sözlərlə qalsın ki, sizə verilən məlumatı siz açar sözlərlə tez tapasınız. Məsələn, qrammatikada verilən bir fikri, nüansı, nümunəni siz bu açar fikirlərlə tez tapmaq. Yəni, beyniniz o cəhətdən necə tez tapacaq. Keçək mövzumuza. Üslublar. Biz bilirik ki, üslublar iki yerə bölünür, fərdi və funksional olmaqla. Bizim hal-hazırda öyrənəcəyimiz dərsliklərə, qrammatikaya, mətn üzrə işə düşən olan funksional üslubdur. Fərdi üslub isə sənətkarların, şairlərin, müəlliflərin dilidir. Yəni, ona çox da toxunmuruq, funksional üsluba toxunuruq. Funksional üslubumuz bizim dilimizdə 5 dənədir. Bədii üslub, məişət üslubu, rəsmi işgüzar üslub, elmi üslub, publistik üslub. Bizdə daha çox qarşımıza çıxan üslublardan elmi üslubdur, publistik, bədii üslubdur. Digərləri ilə çox rastlaşmırıq. Gündəlik həyatda biz məişət üslubundan rastlaşırıq. İndi hər birinə aid nümunələrlə sizə izah edəcəm. Bizim ilk üslubumuz olan bədii üslubdur. Bədii üslubun, ümumiyyətlə bunu sizə deyim ki, bura qeyd elədiyim barədə sizə bir dənə sual tipi izah edəcəm sonda. Baxın bura, bunu ona görə demirəm. Keçirik. Bədii üslub. Biz bilirik ki, bədii üslub bizim dilimizdə ən qədim üslubdur. Yəni, o vaxtlardan, keçmişdən indiyə kimi gedən üslubdur. Bədii üslub. Yəni, bütün xalq danışıq dilinə yaxın olur, obrazlılıq olur, ümumilikdə sözlər olur da. Poetik funksiya da olur. Poetik funksiya nədir? Baxın, poetik funksiya da deyə bilərsiniz, məcazlardan istifadə də deyə bilərsiniz. İkisi də eyni məna kəsb edir. Düzdürmü? Siz imtahanda, mətn üzrə yazanda qrammatikadan çox da çox sual yazmırsınız. İmtahanda üslubiyyat haqqında çox da qrammatikadan salmırlar. Amma mətn üzrə salırlar. Poetik funksiya da yaza bilərsiniz bədii üslubun xüsusiyyətinə. Məcazlardan istifadə olunub da yaza bilərsiniz. İkisi də neyinir? Eyni mənaya gəlib çıxır. Daha sonra xalq danışıq dilinə yaxındır. Çünki onu hamı başa düşür. Niyə burada terminlər işlənməyib? Nə neologizmlər işlənməyib ki, biz bunu başa düşməyək. Normal, hamının başa düşəcəyi bir dildir. Dialoqlardan istifadə oluna da bilər, olunmaya da bilər. Yəni, elə bir mətn sizin qabağınıza çıxa bilər ki, orada dialoq yoxdur. Siz o dəqiqə demək ki, müəllim bizə demişdi ki, bədii üslubun xüsusiyyətində dialoq da var, amma burada dialoq deyil deyə mən bu mətni bədii üslub götürmürəm. Xeyr, əgər orada emosionallıq varsa, obrazlılıq varsa, məcazlardan istifadə varsa, daha sonra sintaktik fiqurlardan istifadə varsa, nəzm nəsr formasındadırsa, deməli bunlar nədir? Ümumiyyətlə bu mətn nədir? Bədii üslubdur da. Yəni təkcə o dialoq olub-olmamağı sənə problem yaratmır. Ola da bilər, olmaya da bilər. Daha sonra emosionallar öz yerini burada tutur. Emosionallıq nədir deyə sual versəz, hər hansısa bir hissdir. Sevgi hissi olsun, qorxu hissi olsun, həyəcan hissi olsun, fərq eləmir. Hər hansısa bir hissdir emosionallıq. Biz mətnləri oxuyanda da görürük ki, məsələn, o deyir ki, qorxudan gözləri kəlləsinə çıxdı. Burada qorxu hissi oldu, görürük. O təəccübdən donub qaldı, təəccüblənib. Təəccüb hissi yarandı burada. Yəni, mətndən biz bunu aşılaya bilirik. Aydındırmı? Daha sonra nəzm və nəsr, şeir və nağıl formasında mövcuddur. Daha sonra sintaktik fiqurlardan istifadə olunur. Sintaktik fiqur nədir? Baxın,
Biz mətnlərdə görürük ki, kvadrat verilib, qabağında cümlələr, üçbucaq verilib, qabağında cümlə, bir dənə də belə gül formasında bir şey verilib, qabağında cümlələr. Bunlar sintaktik fiqurlar adlanır. Daha çox bədii üslubda işlənilir. İndi deyirsiniz ki, müəllim, digər üslublarda işlənmir, işlənir. Amma ən çox özünü harda göstərir? Bədii üslubda göstərir. Keçirik biz elmi üslubumuza. Elmi üslub bizə lazım olan üslublardan biridir ki, biz çox bunu publisistik üslubla qarışdırırıq. Baxın uşaqlar, elmi üslub dəqiq konkret olur, informativ funksiyada olur. Amma publisistik üslub məcazlardan da istifadə oluna bilir, həqiqətən də. Yəni bunu qarışdırmayın. Publisistik üslubun əsas xüsusiyyəti nədir? İnformasiya ötürməsidir. Elmi üslub nədir? Elmi kitablarda olan bir məlumat konkret, dəqiq formada bizə verilir. Yəni informasiya ötürmür elmi üslub. Amma informasiya ötürürsə, hər hansısa bir dağın, şəlalənin, insanın, şairin və s. haqqında bizə məlumat verirsə, məlumat verici, informasiya ötürücü bir mətndirsə, deməli o nədir? Publisistik mətndir. Elmi üslubla qarışdırmır. Elmi üslub dəqiq olur, konkret olur, tək mənalılığa yol verilir burada daha çox. Mən demirəm ki, bax bu fikir bütün deməyim, bəzi müəllimlər deyir ki, çox mənalılıq yox, tək mənalılıq olur. Mən buna yəni yol vermirəm. Bu elmi üslubda çox mənalılıq da var, amma tək mənalılıq da var. Daha çox nəyə yol verilir? Tək mənalılığa. Çox mənalılığa çox yer verilmir. Çox az bir hissəsində yer verilə bilər. Daha sonra təhsillər oxuyuruq biz, elmi monoqrafiya oxuyuruq. Bunlar hamısı nədir? Elmi üslubun göstəricisidir. Burada bax, biz bədii üslubun xüsusiyyətini görə bilmirik. Nə obrazlıq yoxdur, nə emosionallıq yoxdur. Yəni, elmi bir mətndə hər hansısa bir həyəcan, sevgi, qorxu hissini biz görə bilmərik. Hər hansısa bir obrazın danışdığı bir şeyi görə bilmərik. Başına gələn hadisəni öz dili ilə deməsini gözləyə bilmərik. Bu, elmi üsluba aid deyil. Yəni, bədii üslubun xüsusiyyətini özündə daşımır. Belə deyim, elmi üslubu bizə daha çox, necə deyim sizə, daha aydın göstərməsi üçün bəzən sxemlərdən, qrafiklərdən, Venn diaqramları olur. Bax, onlardan, düsturlardan istifadə edə bilirlər ki, biz onu daha tez tapaq. Burada termin sıxlığı da istifadə olunur. Baxın, termin sıxlığından terminoloji funksiya eyni məna kəsb eləyir. Yəni, eyni bir şeydir. Sən elmi üslubun xüsusiyyətlərinə termin sıxlığı da yaza bilərsən, terminoloji funksiya da yaza bilərsən. Yəni, mənası eynidir. Məntiqli olur, ardıcıllıq olur. Yəni, cümlələr arasında ardıcıllıq olur. Belə əlidən biri vəlidən danışa bilməz. Düzdürmü? Aha, keçdik. Publisistik üsluba. Publisistik üslub gec yaranmasına baxmayaraq dilimizin ən gənc üslubudur. Bu, biz harda daha çox görürük? Televiziyalarda, mətbuatlarda daha çox özünü göstərən bir üslubdur. Məsələn, biz qəzet oxuyuruq, radio qulaq asırıq, televiziyaya baxırıq. Bunların dili, üslubu nə adlanır? Publisistik üslub. Çünki biz radiodan da informasiya alırıq, televiziyadan da informasiya alırıq, qəzetdən də informasiya alırıq, mətbuatdan da və s. Yəni, informasiya ötürücü bir qurğular publisistik üslubda işlənilir. Bura ümumi işlək sözləri aiddir. Məsələn, necə deyim sizə, ümumi işlək sözü hamı tərəfindən başa düşülür. Burada başa düşülməyən söz yoxdur. Yəni, hamı bunu başa düşür. Məsələn, bizim dilimizdə, belə deyim, çobuk çıxmasın, həm oxuyan var, həm oxumayan var. Oxuyanın bilirik ki, bəzən terminlərdən istifadə eləmək şansı var. Yəni, bir çox insanlarda hal-hazırda ki, günümüzdə istifadə eləyir. Amma oxumayan insan o terminləri bilmir. Bilmədiyi üçün də istifadə eləmir. İndi, bax, publisistik üslubda belədir. Publisistik üslubda terminlərdən, yeni sözlərdən istifadə edənlər yoxdur. Hamının başa düşəcəyi bir dildə danışırlar. Burada məcazilik də olur, dəqiqlik də olur. Daha sonra biz lüğət
var bizim lüğətlərimiz, izahlı lüğətlərimiz. Bunlar hamısı publistik üslubdadır. Hər kəsin başa düşəcəyi bir üslubdadır. Bu qədər sadə. Daha sonra bizim gəlir rəsmi işgüzar üslubumuz. Rəsmi işgüzar üslub belə yadınızda saxlayın, sənədlərin dilidir. Qısaca, sənədlərin dili, məsələn, işgüzar sənəd var, bir də var rəsmi sənəd. Rəsmi sənədi belə yadınızda saxlayın ki, məhkəmə yadınızda saxlayın rəsmi deyəndə. Məhkəmədə nə olur? Protokol olur, məcəllə, qərar, sərəncam falan olur da, düzdürmü? Bunların hamısı nəyə aiddir? Rəsmi sənədə aiddir. İşgüzar sənəd deyəndə o dəqiqə məktəbdən icazə almağınızı yadınıza salın ki, mən məktəbdən icazə alanda nə edirdim? Ərizə yazırdım. Düzdürmü ki, mənə xahiş olunur, mənə bu günlük icazə verəsiniz. Düzdür? Bu nə oldu? İşgüzar sənədi oldu. İşgüzarı məktəbdən icazə kimi yadınıza saxlayın. Rəsmi sənədi isə məhkəmə kimi, məhkəmədə işlənən qərardır, sərəncamdır, akt, qanundur, konstitusiya olur, qərarlardan, qanunlardan danışılan bir şey. Bax, odur, əmrdir, hökmdür. Hamısının rəsmi işgüzar üslubdur. Bu rəsmi işgüzar üslubda biz obrazlı ifadələr ümumiyyətlə görə bilmərik. Bədii üslubun xüsusiyyətlərini özündə daşımır. Biz burada standartlıq görə bilirik, fikirlərimizi standart formada verilib, öz sözlərimizlə bəzəyib düzəyə bilmərik. Hər sənədin öz yazılış forması, öz deyiliş forması, öz diksiyası var. Yəni, cümlələrdə biz bunu necə feillərlə istifadə edirik. Əmr, xəbər, vacib şəklində biz görürük ki, sənədləri oxuyanda, məsələn, orada yazılır ki, əmr edilir ki, ya hökm olunur ki, filan tarixdən filan tarixə qədər filan icraya yaxınlaşasınız. Məsələn, bu əmr formasındadır. Xəbər göndərən kağızlar olur, şərt şəklində olan sənədlər olur, vacib bir akt formasında sənədlər olur. Yəni, feilin əmrdir, xəbərdir, vacib, bir də şərt şəkillərində istifadə oluna bilir cümlələr. Bunu yadınızda saxlayın, standart olur. Obrazlı ifadələr, obrazlıq olmur ümumiyyətlə. Rəsmi sənədlərin dilidir. Bir də ki, sintaksisi məhduddur. Necə məhduddur? Biz öz sözlərimizlə bunu bəzəyib, düzüyüb yaza bilmərik. Bayaq da dedim, hər birinin öz yazılış qaydası, deyiliş, diksiyası var. Sonra gəlirik, mən burada qeyd eləməmişəm, məişət üslubuna. Məişət üslubu nədir? Məişət üslubu gündəlik həyatda işlətdiyimiz üslubdur. Yəni, bizim hal-hazırda danışdığımız üslubdur. Biz gündəlik həyatımızda dialoqlardan da istifadə edirik. Mimikalardan da, məsələn, danışanda qaş-göz hərəkətindən, daha sonra danışanda əl-qol hərəkəti ilə danışırıq. Nəyisə başa salanda, daha çox müəllimlər başa salanda belə bir halla qarşılaşır. Həm mimika, həm jest. Baxın, bir şeydə mimika varsa, jest varsa, daha sonra dialoq varsa, digər üslubun xüsusiyyətlərini özündə cəmləyə bilirsə, bu hansı üsluba aiddir? Məişət üslubuna aiddir. Yəni, qısaca belə yadınızda saxlayın ki, gündəlik həyatda işlətdiyimiz üslub məişət üslubudur. Xalq danışıq dilinə yaxındır. Nə radio dili deyil, nə elmi mətbuat dili deyil, nə dərsliklərin dili deyil. Bu ancaq normal danışıq dilidir. Bu qədər sadə. İndi gəlin mən sizə mətn üzrə işdə düşəcək sual tiplərindən başlasam. Baxın, burada qeyd edeyim. Belə bir Venn diaqramı düşəcək sizə. Euler Venn diaqramı. Burada da çərçivə daxilində bir mətn verəcək sizə. Buraya yazacaq əsas mətn, buraya yazacaq çərçivədəki mətn. Burada bilirsiniz də oxşar fikirlər yazılır. Siz bu daha çox hansı suallarda düşür? Bəzi mətnin suallarında düşür. Əsas hissəyə yazacaqsınız ki, bədii üslubdadır. Daha sonra dialoq istifadə olunubsa, bax bunu istədiyim. Dialoq varsa mətndə yaza bilərsiniz ki, dialoqlardan istifadə olunub. Fikir verin. Əgər dialoq yoxdursa, siz götürüb yazsınız ki, dialoqlardan istifadə olunub, nə olsun ki, bədii üslubun xüsusiyyətidir. Onu avtomatik olaraq nə edəcəklər? Ya sənə yarı bal verəcəklər, ya da ümumiyyətlə səhv götürəcəklər sualını. Ona görə diqqət elə ki, dialoq varsa dialoq yaza bilərsən. Daha sonra məcazlardan istifadə olunub, ya da yaza bilərsən ki, poetik funksiyadadır. Məcazlardan istifadə olunub. Daha sonra da yaza bilərsən ki, xalq danışıq dilinə yaxındır.
xalq danışıq dilinə yaxın. Sonra bu çərçivə daxilində verilmiş bizim sözümüz daha çox elmi üslubda ya da publistik üslubda düşür. Bunu da, yəni biz bayaq dedim, belə ayırd edə bilirsiniz ki, burada əgər termin varsa, sənə informasiya ötürməyibsə, bu elmi üslubdur. Yox, informasiya verici bir, məsələn, oraya yazıb ki, Nil dünyanın ən uzun çaylarından biridir. Bu nədir? İnformasiya ötürür də artıq mənə. Bu publistik üslubdadır. Publistik üslub olanda yazırsan ki, elmi üslub olanda estağfurullah, olanda yazırsan ki, termin sıxlığı var. Termin sıxlığı 2. İnformativ funksiyadadır. İnformativ funksiyadadır. Oxşar hissəyə niyə yazacaqsan? Oxşar hissəyə baxın. Mən sizə bayaq dedim ki, mən o başlıqdakı sözü elə belə yazmamışam. Burada da işarə elədim. Bütün üslubların birlikdə nə var? 2 dənə ortaq xüsusiyyəti var. Bu hansıdır? Funksional üsluba aid olması, bir də ədəbi dil normalarına riayət eləməsi. Yəni bu 2 dənə funksiya nümunə belə deyim, 5 dənə üslubumuzun hər birinə daxildir. Ona görə oxşar hissəyə bax bu 2 dənə olanı yazacaqsınız ki, funksional üsluba daxildir. Bir də ədəbi dilin normalarına riayət edirlər və ya da aid olurlar yaza bilərsiniz. Daha sonra sizə hansı sual tipi düşür, onu başlayın. Belə bir sual tipi düşür ki, sizə mətndə verilən, altına xətt çəkilmiş və ya tünd hərflərlə verilmiş sözün üslubu cəhətdən zənginləşdirib yazın. Siz nə edəcəksiniz? Həmin cümləyə məcazi mənalı bir ifadə artıracaqsınız. Məsələn, həmin sözdə sevindi sözü varsa, oraya yaza bilərsiniz ki, məsələn deyim, Sara xatun sevincindən qanad açıb uçdu və s. Yaza bilərsiniz ki, Ayçünün nənəsi sevincindən yeri göyə sığmadı. Məcazi mənalı ifadə artırdıq da bura, düzdürmü? Bax, elə yazacaqsınız. Yoxsa başda nə yaxı, mən cümləni dəyişim, bu ayrı-ayrı sözlərlə ifadə edeyim, xeyr, onu elə demir. Yəni, həmin sözə məcazi mənalı bir ifadə artırmalısan. Bunu da qulağında sırq elə. Poetik funksiya haqqında düşür, informativ funksiya haqqında düşür. Poetik funksiya məcazi mənalı sözlərdir, informativ funksiya həqiqi mənalı sözlərdir. Bunları qarışdırma. Əgər səndən istəsək ki, tünd qara hərflərlə verilmiş söz hansı üslubdadır? Sən indi ora, bax, belə bir cədvəl düşür. Düzdürmü? Belə bir. Bura yazır poetik, bura yazır informativ. Şərtində də bizə deyir ki, tünd qara hərflərlə verilmiş sözümüz hansı funksiyadadır? Sən yazacaqsan ki, məsələn deyirəm, poetikdirsə, yəni məcazi mənalı ifadə kimi işlənibsə, buna bir dənə quş qoydun. Burada yazacaq ki, həmin mənada yox, digər mənada cümlədə işlət. Yəni, sənin indi gördüyün söz məcazi mənadadırsa, digər mənası deyirsə, sən onu həqiqi mənada işlətməlisən. Aha, məsələn, dəmir bilək gördün sən. Poetik yazdın, düzdürmü? Həqiqi mənada necə işlədə biləcəksən cümlədə? Dəmir, məsələn, atam dəmiri kəsdi, atam dəmiri qızdırdı, atam dəmir sexində, zavodunda işləyir və s. Yəni, o həqiqi mənada işlənir də, düzdürmü? Dəmir biləkdir, dəmir kimi insandır. Bunlar poetik funksiyadadır, yəni məcazi mənalı. Bunu da yadınızdan çıxarmayın. Daha sonra, belə deyim sizə, üslublarla bağlı deyil, daha çox belə bir uşaqların çalışdığı nüans var, plan. Plan qurmaqda uşaqlar çətinlik çəkir. Planın ümumiyyətlə, plan barəsində verilən bir sualın içərisinə diqqət yetirin. Əgər orada sizə abzaslara görə deyirsə, onda abzaslara görə. Yox, ümumiyyətlə deyir ki, mətnin planını qurun, onda siz 3 tərkib hissəsi içərisində qurmalısınız. Tərkib hissəsi nədir? Giriş, əsas və nəticə hissəsi. Yəni, bir dənə girişdən konkret fikir götürürsən, daha sonra 2 əsasdan, 3 də nəticədən bir dənə konkret fikir götürürsən. Bu qədər sadə.
Yəni abzaslara görə təyin eləmirsən. Uşaqların çoxusu bunu çaşdırır. Mövzumuz bu qədər. Başa düşmədiyiniz hər hansısa bir hissə olarsa, videonun aşağısında qeyd eləməyiniz kifayətdir.